Salam, mən sizə Xnera proqramının qazanc cədvəlini izah etmək istəyirəm. Baxın, biz bircə dəfə 11 dollarla aktivləşirik. Həm yuxarıdan, həm aşağıdan. Həm 1 dollarlıq, həm 10 dollarlıq etapdan. Demək, burada ilk qazancımızı necə qazanırıq? İki variantda qazanc qazana bilərik. Misal üçün, siz bir dənə dəvətli gətirdiniz. Baxın, bir dənə. O dəvətli də özünə bir dəvətli dəvət etdi və artıq siz 11 dollar buradan qazanc əldə edirsiniz. Yəni, ilk qazancınızı qazana biləcək şərait yaranır sizin üçün. Kabinetinizə pul gəlir və istədiyiniz anda da pulunuzu çıxarış edə bilirsiniz. Və yaxud da ikinci bir variantında görsədim. Siz gəldiniz, aktivləşdiniz, bir yuxarıdan, bir aşağıdan 11 dollarla. 2 dənə şəxsi dəvətli gətirirsiniz. Onun birin sağa, birini isə sola yerləşdirirsiniz. Baxın, bu qaydada. Və indi fərqi yoxdur. İstər növbəti nəfəri siz gətirin, istər sağdakı, istər soldakı nəfəriniz dəvət etsin. Baxın, misal üçün, tutaq ki, buradan növbəti dəvətimiz gəldi. Yəni, üçlü belə deyək, komandamız yaranmış oldu və yenə də biz, yəni bu formada yarananda yenə də 11 dollar qazanırıq və bu pul artıq sizindir. Nağlaşdırıb çıxarda bilirsiniz və sonraki prosesdə nə baş verir? Sonra isə, baxın, bu iki dama dolur. Baxın, burada bu iki dama dolduqda avtomatik keçid edirsiniz növbəti etapa. Həm yuxarıdan, həm də aşağıdan səviyyəniz yüksəlmiş olur. Baxın, görürsünüzmü? Artıq səviyyəni biz tamamlamadan karyeramızı qaldırmış olduq. Və sonuncu nəfərin gəlişi isə, baxın, sonuncu nəfərin gəlişi yenə bizə 11 dollar pul qazandırır. Baxın, görün, 22 dollar ümumilikdə birinci səviyyədən pul qazanmış olduq. Bu pullar sizə məxsusdur. Anında çıxarış edin. Belə, indi isə ikinci prosesini çəkim. Yəni, ikinci səviyyədə nə baş verir? İndi belə deyək, baxın, bu ikinci səviyyədə sizsiz, doğrumu? Və buradakı nəfərləriniz də sizi təkrar etdi və bunlar da sizin yanınıza keçid etdilər 20 dollarlıq etapa. Bir nəfər sağınıza, bir nəfər də solunuza düşmüş oldu. Və növbəti nəfərin gəlişi isə, baxın, bu nəfərin gəlişi həm buradan, eyni proses zaten hər iki səviyyədə təkrarlanır. Baxın, bura 2 dənə klon verir. Harda zəifçiliyiniz varsa, gəlir düşür ora. Eyni qaydada buradan da. Baxın, 4 dənə sizə hesab vermiş oldu. 2 dənə birinci səviyyədən, 2 dənə 10 dollarlıq etapdan sizin əlavə hesablarınız oldu. Siz tək bir dənə öz adınızla burada qeydiyyatdan keçmişdiniz. Amma nə baş verdi? Artıq sizin 5 dənə hesabınız olmuş oldu ki, 4-ün şirkət verdi, bir də sizin öz hesab oldu. 5 dənə sizin burada hesabınız, yəni bu 5 hesab yenidən sizə bu qazancları qazandıracaq deməkdir və komandanızın boşluqlarına düşərək əlbəttə onlara da kömək olmuş deməkdir. Və sonra nə baş verir? Sonra bir nəfər, baxın, bura gələn kimi eyni qaydada hər iki səviyyədə də bu proses təkrarlanır. Kabinetimizə 22 dollar yenə pul gəlir. Baxın gözəlliyə. 22 dollar pul. Və sonra nə baş verir? Sonraki nəfərin gəlişi isə, baxın, bu nəfərin gəlişi isə 10 dərinlikdən rifəl qazancına bölünür. Mükəmməl. Və sonuncu nəfərin gəlişi eyni şəkildə hər iki proqramda. Sonuncu nəfərin gəlişi buradan yenə 2 dollar, buradan da 20 dollar bizə pul qazandırır. Yəni, bir sözlə, yenə də 22 dollar pul qazandıq. Ümumilikdə elədi 44 dollar pul. Həmən o 44 dollar pulun 30 dolları ilə, baxın, elə zənn edin ki, keçid edirik, baxın, bura. Və bu proses eyni qaydada davam edir. Oxla işarələnənlər qazancdır. Baxın, burada görsənir. Burada alt-alta yazılanlar yaşılla işarələyəcəm sizin üçün. Bu rifəl qazancına bölünür. Və buradan isə 2 nəfərin gəlişi isə, baxın, bu 2 nəfərin gəlişi isə bizə keçid yaradır 60 dollarlıq etapa və bu nəfərin gəlişi isə, baxın, bu nəfərin gəlişi isə bizə nə verir? 2 dənə klon 10 dollarlıq etapa vermiş olur. Yəni, bu proses eyni qaydada davam edir. Əlbəttə, böyük səviyyələrimiz, qazanclarımız var. Sadəcə hələlik bu prosesi anlattım. Buradan o tərəfə 50 dollarlıq, 100 dollarlıq, 200, 300, 500
dollarlıq etaplarımız var. Komanda gəldikcə həm yenidən burada gördüyünüz qazancları qazanmış oluruq, həm də səviyyələrimiz qalxaraq böyük qazanclara doğru getmiş oluruq. Nəyin müqabilində? Tək bircə dəfə 11 dollardan aktivləşməyin və 2 aktiv dəvətinizi gətirərək komandamızı qurmağın müqabilində.